50 dəfə şikayət eləmişik bütün qonşularımız. Belə, eyni vəziyyətdə. Harada deyir, fövqəladə zəng elə, ora zəng elə, su idarə, hara zəng eləyə bilmir. Aidiyyatı quruma gəlirlər, baxırlar, deyir həll olunacaq. Amma ortada heç şey yoxdur. Heç nə yox, düz 7 aydır, 1 ildir, 2 ildir bu vəziyyətdəyik. Əraziyə baxdığınız zaman sizdə belə bir fikir formalaşa bilər ki, biz hansısa bir gölün kənarında dayanmışıq. Ancaq yanılırsınız. Bura Bakıxanov qəsəbəsində yerləşən Anaşkin küçəsi 27 ünvanıdır və aktiv istifadə olunan yoldur. Və buradakı bu vəziyyət illərdir hökm sürür. Vətəndaşlar deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət eləsələr də onların səsinə qulaq tıxıyırlar. 2 ilə yaxındır, adını qoyublar ki, qurun suyudur. Güya qurun suyudur, amma qurun suyuna oxşamır. Neçə dəfə şikayət eləmişik, gəlirlər, baxırlar, analiz götürmüşük dedilər, qurun suyudur. Amma mənə elə gəlir ki, bu içməli sudur. Bu bazanın həyətindən gəlir. Hələ bura belə, nə uşaq keçə bilir, nə kimsə gedə bilir. Maşınlar da gücdən keçir bura. Aşağı tərəfdən də vurub evlərə. Kanalizasiyanı deşiblər, kanalizasiyadan axıb gedir. Qurun suyudur, 3 ildə qala bilər, 5 ildə qala bilər, belə deyirlər. Çəkmirlər suyu. Yox, çəkmirlər. Çəkmirlər, bax, qonşudur, bax, torpağı töküb, cığıra düzəldib sağ olsun ki, gedib keçməyə oyacaq, məktəbə getməyə, məktəbdən gəlməyə. Yəni biz çox aidiyyəti qurumlara müraciət eləmişik. Hamısı gəlir, gedir, amma nəticə yoxdur. Gördüyünüz kimi yenə bax su hələm biraz yaz fəsli gəlib deyə biraz azalıb. Yəni qar yağırdı, yağış yağdı, su gedib oralar kimi çıxırdı. Yəni biz bizim ihtiyarımıza kimə deyək? Ən çox ziyan çəkən mənəm. Bax bu ev mənimkidir. Məcbur qalmışam, gedib torpaq gətirib tökmüşəm bura. Bu suyun hamısı bax həyətdədir. Mən bütün qışı nasos qoymuşam, suyu vurmuşam kanalizasiyaya. Hal-hazırda da gedib baxsanız göldür, mənim həyətim göldür. O təşkilat qalmayıb, o idarə qalmayıb ki, biz orada gedib müraciət eləyək ki, gəlin bu suyun qurudum və bir əlac eləyim bu suya. Nə deyirlər, aidiyyəti qurumlar nə deyirlər bu məsələyə? Aidiyyatı qurumlar deyirlər ki, bax bu bazadır, Azenerjinin bazasıdır. Bunun da sahibi kimsə alıbdır deyirlər, bir yuxarı vəzifəli adamdır. O da baxmır, eləmir, bax belənsi sahibsizlikdir. Oradan su gəlir deyirsiniz? Bəli, su buradan gəlir. Bax bu bazanın həyətindən, bax girib ora baxa bilərsiniz, ora göl buradandır, bax belənsi. O su da gəlir bura, burada bütün qışıb cəmaət bu vəziyyətdədir. Əvvəl Azərenerjinin olub, daha sonra özəlləşdirilib. Özəlləşdiribdilər. Eşitdiyimə görə deyirlər ki, o əvvəlki şey vardı, Azərenerjinin sədri vardı, Etibar Pirverdiyev. Onunkidir. Sakinləri narahat edən məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət elədik. Qurumdan bildirildi ki, ərazidə toplanan qurunç sularıdır. Qurunç sularının ərazidən çəkilməsi üçün hər hansı bir mexanizm, sistem qurulmayıb. Ümumiyyətlə, qurunç suları olan ərazilərdə fərdi yaşayış evi tikilməsi düzgün hesab olunmur. Qurunç suları yerin altından çıxan sulardır və həmin ərazidə bir mərkəzləşdirilmiş kanalizasiya və su şəbəkəsi də yoxdur. Mərkəzləşdirilmiş kanalizasiya və su şəbəkəsi olmayan ərazilərdə həmin şəbəkənin qurulması üçün müvafiq layihələr hazırlanıb. Layihələr texniki vəziyyət, həmin əhalinin məskunlaşması, ərazinin coğrafi vəziyyəti nəzərə alınmaqla icra olunur mərhələlərlə və 2040-cı ilə qədər bu proses davam edəcək. vətəndaşın Etibar Pirverdiyevlə bağlı iddiasına gəlincə isə nə Azərenerjidən, nə də keçmiş rəhbərin özü ilə əlaqə saxlamaq mümkün oldu. Odur ki, biz də üst tutduq Sabunçu rayon icra hakimiyyətinə. Ancaq telefonlarımızı açan səlahiyyətli şəxs tapılmadı ki, tapılmadı.